Kürdəmirdə şəhər ərazisini və 4 kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb. Pancomi TV-nin Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyun ayının 14-də axşam saatlarında qeydə alınıb. Dərhal hadisə yerinə Kürdəmir Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir. Kürdəmir Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Arzu Şahbazov bildirib ki, 21.000 sakini içməli su ilə təmin edən Külüllü Kürdəmir su xəttinin 560 mm diametrlik su xəttində qəza baş verib. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Yaxın saatlarda su təchizatı bərpa olunacaq. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla rayonun 4 kəndi, o cümlədən Xırdapay, Atakişili, Qaraqocalı və Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.